Emanet Baxının herkese salamlar. Bugün mən sizə xiyar salatı hazırlayacağım. Qış üçün marinat edəcəm. Bizə lazımdır doğranmış xiyar, doğranmış pomidor, doğranmış şirin biber, daha sonra qırmızı soğan, sarımsaq və göyərtilər. Qazanın içine tökürük salatları. Üzerine tökürük doğramış pomidorları. Şirin biber ve acı biberi. Soğanı. Qırmızı soğan istifadə eləmək lazımdır. Sarımsağı. Və göyərtləri. Sonra 3 ovuc duz tökürük. Və qarışdırırıq. Otuz dəqiqə, 40 dəqiqə yumuşalmağa buraxırıq. Bu arada bankalarımızı sterilizə eləyirik. Bizə bankaların içine qoymaq üçün xren və dəfnə yarpağı lazımdır. Bankaların dibinə bunlardan qoyacaq, üstündən də salatları dolduracaq. Bu qaydada xren və dəfnə yarpaqları bankalara yığırıq. İndi suyu çıxmış hazır salatımızı bankalara tökəcəyik. Gördüğünüz kimi bankaları doldurmuşam salatla. Baxın, burada qazanda suyu qalıb. Bu suyu bankalara bir xörək qaşığı pesok tökəndən sonra həmin suyu bankalara tökəcəyik. Bir xörək qaşığı şeker tozu tökürük salatlara. Və yerdə qalan suyu çömçə vasitəsilə hər bankaya su qutarana kimi əlavə edirik. Sular tökdük bitirdikten sonra qapaqlarını qoyuruq. Qazanda su qoyuruq. Su qaynamağa başlayanda bankaları bir-bir içine qoyub 10 dəqiqə qaynadırıq. Sonra düşürdük. Uksus əlavə eləyib ağızlarını bərk bağlayıb və bükürük. 3-4 gün ədyalın altında saxlayırıq. Bu qaydada bankaları qoyuruq. 10 dəqiqə su qaynamağa başlayanda 10 dəqiqə qaynadıb düşürdürük bankaları. Qaynamış salatın içine 70%li uksus tökürük. Və ağzını bərkidirik. Qapağını yoxlayırıq. Bankanı bu formada fırladırıq və ədyalın altında bükürük. 3-4 gün saxlayırıq. Soyuyandan sonra çıxardıb şkaflara yığırıq sərin yerdə.
Əgər hazırladığım salatları, şorabaları bəyənirsinizsə kanalıma abunə olmağı, məni takip etməyi unutmayın. Videolarıma da like qoyun.